Fövqəladə Hallar Nazirliyi Həsənova Qazi Həsən qızının sifarişi əsasında Daşkəsən rayonu Xoşbulaq kəndində inşa olunan obyektlərin istismarına icazə verib. Yenavaz.com-un əldə etdiyi məlumata görə istismarına icazə verilən obyekt 9 tikilidən ibarətdir. Tikinti sahəsi 755,54 kvadrat metr olan 9 tikilinin hamısı bir mərtəbədən ibarətdir. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi qeyri-yaşayış binalarına 24 noyabr 2025-ci il tarixli istismara hazırlıq rəyi verib. Onu da bildirək ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qazi Həsənova paytaxt Bakıda və bölgələrdə çoxsaylı daşınmaz əmlaka sahibdir. Bir sıra dövlət qurumları Qazi Həsənovaya məxsus obyektləri icarəyə götürüblər. Məsələn, Dövlət Sosial Müdafiə Fondu 3 il ərzində Qazi Həsənovadan icarəyə götürdüyü obyektlər üçün 8 milyon manat icarə haqqı ödəyib. Qazi Həsənov eyni zamanda hazırda fəaliyyət göstərməyən Gilavar MMMC-nin qanuni təmsilçisidir. Qazi Həsənova eyni zamanda paytaxt Bakıda sahəsi 10.000 kvadrat metrdən çox olan böyük obyektlərə sahibdir. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 126T ünvanında yerləşən 13.301,2 kvadrat metr sahəsi olan obyekt, həmçinin Bakı şəhəri Nizami rayonu Mikail Əliyev küçəsi 17G ünvanında yerləşən 12.995,7 kvadrat metr sahəsi olan obyekt Qazi Həsənovaya məxsus olub. Bunlardan başqa Qazi Həsənova qardaşı Rafiq Həsənov ilə birlikdə Bakı şəhəri Nərmanov rayonu Əliyar Əliyev küçəsi 28 ünvanında yerləşən 21.072,4 kvadrat metr sahəsi olan obyektə də sahibdir. Bakı şəhəri Nərmanov rayonu Aşıq Molla Cümə küçəsi 42B ünvanında yerləşən 18.921 kvadrat metr sahəsi olan obyekt isə Qazi Həsənovanın bacısı Nazi Şahverdiyevaya məxsusdur. Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 81V ünvanında yerləşən 12.111,7 kvadrat metr sahəsi olan obyekt isə Qazi Həsənovanın qardaşı Rafiq Həsənova məxsus olub.